Bilirəm, partiya biraz gecikmişəm. Necə deyərlər, artıq elə bir həddə çatıb ki, məsələ AI, süni intellekt artıq necə adını qoyacaqsınızsa, bir növ həyatımızın bir parçasına çevrilib. Hətta elə bir vəziyyət gəlib çıxıb ki, insanlar ən önəmli verəcəyi qərarları da ona soruşur. Yəni hansı ki, bəzən təhlükəli nəticələr gətirib çıxarda bilər. Yəni məsələyə mən birincisi bu aspektdən baxmaq istəyirəm ki, ümumiyyətcə süni intellekt deyilən bir şey yoxdur. Deyə bilərsiniz ki, necə yoxdur? Yəni bizə nə bilim trilyonluq artıq demək olar ki, bazardır. Böyük oyunçular var, böyük şirkətlər var, Microsoft, Apple da qoşulub. Bu qədər şirkət zarafat eləyə bilməz. Amma yəni belə baxaq, məsələyə belə baxaq. Ümumiyyətcə biz insanlıq olaraq beyni necə istifadə belə deyək də eləməyimizin belə deyək tam anlamış deyilik. Yəni elə bir struktur tapa bilməmişik ki, başa düşək ki, insan beyni necə bir növ işləyir və o həmin struktura əsasən insan beyninin bir növ bir modelini yaradaq, kopyasını yaradaq ki, o da onun kimi işləyə bilsin. Maşın necə işləyir? Yəni süni intellekt maşın səviyyəsinə belə deyək, ələ alsaq, maşın böyük məlumatlar toplayır. Yəni mən məsələn göstərirəm ki, bu kitabdır, bu kitab deyil. Milyonlarla şəkil qoyuram ora, kitabların şəklin, üz qabığın arxa tərəfdən, yandan, müxtəlif aspektlərdən deyirəm ki, bu kitabdır və bu kitab deyil. Və maşın özlüyündə bir növ belə deyək ki, intellektə sahib olur ki, bu kitabdır və yaxud da bu başqa bir kateqoriyaya aid olan bir şeydir. Yəni mən sabahları ona tanımadığı bir element göstərsəm, onun heç bir fikrə sahib olmayacaq. Deyə bilərsiniz ki, insan da belə işləyir. Yəni insanı tanımadığı müəyyən bir elementlər ola bilər və hansı ki, müəyyən vaxtdan sonra görərək, təcrübə eləyərək öyrənməyə çalışır. Amma elə deyil. İnsanın bir növ intellekti var, necə deyərlər, şuuru var. İnsan sadəcə ona verilmiş, doldurulmuş məlumatlara baxıb analiz eləmir. Bir növ belə desək, müəyyən bir evristikaya da əsaslanır. Yəni bir kitab bir dəfə bir uşağa verilsə, onu yenidən 1000 dənə kitab göstərmək lazım deyil uşağa, belə deyək də. Uşaq nəyə görə misalı nəzərə alıram? Çünki insanın öyrənməyə başladığı yaşlar uşaqlıq dönəminə rast gəlir. Yəni insana 1000 dənə kitab göstərmirsən, fərqli rakurslardan, fərqli bucaqlardan göstərməyə ehtiyac yoxdur. Əgər bunun üz qabığı varsa və müəyyən bir çap evindən çıxıbsa, insan artıq dərk eləyə bilir ki, bu kitabdır. Yəni bunun yenidən təkrar hansısa bir data verməyə ehtiyac yoxdur insan üçün. Burada şuur işə düşür. Yəni insan supervising olmadan özü öyrənə bilər. Soruşa bilər, soruşa bilmədiyi şeyləri bir növ valideynləri ona öyrədir, ətrafı ona öyrədir və s. və ilə axır. Amma bugün bizə market olunan süni intellekt isə əslində süni intellekt deyil. Bu sadəcə bizə belə deyək də çox böyük datalar əsasında öyrədilmiş, treyn olunmuş bir ya böyük dil modelləridir, ya da hansısa bir generativ belə deyək də süni intellekti, hansı ki müəyyən qədər şəkillərə baxıb onlar əsasında nələrsə generasiya eləyə bilər. Amma burada təbii ki, kreativlikdən söhbət gedə bilməz. O mənada ki, yəni düşünün, Salvador Dali belə deyək də
xüsusi yanaşması olub ümumi sənətə qarşı. Nəyə görə onu misal gətirirəm? Çünki onun əsərləri tam olaraq insanın belə deyək də gündəlik gördüyümüz elementlər deyil, daha çox özünün dünyasının qavradığı şəkildə müəyyən bir əsərlər yaradıb, hansı ki, hərə də özünə görə interpretasiya edə bilər. Yəni, gəlin fikirləşəyin, maşın öz-özünə desək ki, müəyyən bir kreativlik tapşırığı verirsək maşına, bunu eləmək qabiliyyətindədir. Belə bir şeydən söhbət gedə bilməz. Çünki maşının qavradığı bir şey var. Mənim, yəni maşının perspektivindən danışaq olsa, mənim indiyə kimi proses elədiyim, işlədiyim bir data var. Onları bazamda işləmişəm. Müəyyən bir prompt gəlir və məsələn biri deyir ki, almanın üstünə göbələk şəkli yarat. Ona əsasən bazasında topladığı məlumatları birləşdirib nəsə bir şey ortaya çıxardır. Mən süni intellektin necə işlədiyini bilmirəm. Yəni heç belə deyim də bu qara qutudur. Heç kim o necə işlədiyini də bilmir, açıq danışsaq. Amma onun olmadığını görmək üçün çox da onun necə işlədiyini başa düşməyə də ehtiyac yoxdur. Çünki ümumiyyətcə mövcud deyil. O intellektə sahib deyil. Yəni müəyyən bir data verilir. O datanı işləyib, işlədiyi data əsasında qərar çıxarda bilir. İşləməyi data haqqında isə ümumiyyətcə fikri yoxdur. Yəni yəqin ki, bu heç kimə yad olmayan bir nümunələrdir. Hansı ki, son vaxtlar belə deyim, trend olmuş bir mövzu var. Confidently wrong. Bir növ belə desək, sizi aldada bilər, amma bu zaman özünü ələ verməz. Yəni bir növ fikirləşirsiniz ki, 100% AI dəqiq məlumat verir. Yəni niyə də olmasın? Yəni yazdığı struktura əsasən bir növ cümlənin quruluşuna əsasən mən deyə bilərəm ki, yəni 100% dəqiq bir məlumat verir. Amma növbəti promptda başqa bir şey soruşursunuz, sizdən üzr istəyir. Növbəti promptda biraz daha çox sıxışdırırsınız. Artıq fikri tamamilə dəyişmiş olur. Əvvəl dediyi bir növ fikri artıq təqzib edib başqa bir fikirlə belə deyək də sizi bir növ başqa bir fikrə inandırmağa çalışır. Ya bu da təsadüf deyil, çünki ümumiyyətlə süni intellekt doğru olmaq üçün sizə satılan süni intellektin vəzifəsi doğru məlumat istehsal etmək deyil. Sizi doğru məlumat verdiyini inandırmaqdır. Yəni bunun internetdə saysız, hesabsız yəni nümunələr var. Çox yanlış məlumatlar verib, yanlış yönləndirib insanları. Hətta məsələ o yerə çatıb ki, bəziləri süni intellektini özünə dost kimi bilir. O səviyyə çatır ki, verilən məlumatlar səhvdir, insan inanır və nəticədə insan hüsrana gedir. Yəni bir ideyayla məşğuldur, amma axırda o ideya gedib bir necə deyərlər, sonu olmayan bir yola çıxır. Bunun da adını süni intellekt psixozu qoyublar. Belə bir ad qoyublar. Çünki həqiqətən əziyyət çəkən insanlar var. Hansı ki, süni intellektlə günlərlə, aylarla işləyiblər, bir nəsə ortaya çıxartmaq istəyiblər, amma axırda heç bir şey ola bilməyib. Yəni, heç bir ixtisasın, belə deyək, heç bir ixtisasın nümayəndəsinin də belə bir lüksü yoxdur ki, süni intellekt onu bir növ daha yaxşı həyat bir növ təqdim eləsin. İstər həkim, istər əgər siz kompüter mühəndisliyi ilə məşğulsunuzsa, orada da çoxlu səhv məlumatlar, yanlış bir belə deyək də strukturla sizi aldada bilər ki, hə, belə bir problemdir, hə, bunun əsasında belə bir kod yazdım.
Birincisi o yazılmış kodun 100% işlədiyini necə biləcəksiniz? Hə, deyə bilərsiniz ki, test elədim, müəyyən bir testlər yazdım, nə qədər, nə bilim, ağır stres testləri altında yoxladım, düzgün işləyir. Yaxşı, ikinci bir sual ortaya çıxır. Maşının yazdığı bir kod, minlərlə sətirdən ibarət olan bir kod, heç bir xəbəriniz yoxdur, struktur necə yazılıb. Hətta o belə deyək də, yazılmış kodlar çox kriptik olmasa da, anlaşıla bilən də olsa, siz onu 10 gündən sonra necə bir növ üstündə işləyə biləcəksiniz, onu inkişaf etdirə biləcəksiniz. Mən həftələrdən, aylardan danışmıram. Hər bir belə deyək də, yəni sahədə indi süni intellektin müəyyən bir tətbiqi başlanıb, amma ki, hələ də süni intellekt kompaniyalarının vəd elədiyi heç bir nəticə alına bilməyib. Niyə? Çünki nəticə yenə də buna dönür ki, bu maşının icra elədiyi bir prosesdən əmələ gəlmiş hər hansı bir nəticə insan superviziyası olmadan necə inanıla bilər? Yəni siz necə inanıla bilərsiniz ki, xərçəng xəstəliyi olan bir pasiyentə 100% dəqiqliklə diaqnoz qoyacaq maşın. Deyə bilərik ki, həkimlərin həyatını rahatlaşdıra bilər. Əlbəttə, deyək ki, tuberkulozdan əziyyət çəkən bir belə deyək, pasiyent müəyyən bir modellər əsasında müəyyən bir paternlə qoya bilərsiniz. Deyə bilərsiniz ki, filan, yəni üst-üstə düşə bilsə müəyyən paternlər qərar verir ki, tuberkuloz olma riski var. Bu həkimin həyatını rahatlaşdıra bilər, çünki artıq bir növ həkim pasiyentlə birə-bir işləməkdənsə artıq yaranmış nəticə əsasında zamanı müəyyən qədər azalda bilər. Sonra, yəni dediyim kimi, yəni həmişə bu maşının çıxartdığı qərarla nəticə arasında bir insan həmişə olacaq, yəni mümkün deyil olmasın. Yəni yəni məsələyə başqa cür baxsaq, yəni süni intellekt necə məlumat girirsə, o cürdə çıxır. Yəni ona müəyyən bir əlbəttə ki, keyfiyyət meyarları var, keyfiyyət ölçümü var, hardasa müəyyən qədər müəyyən bir mühəndislik var ki, verilən nəticələr məsələn, çox pis nəticəyə gətirib çıxarmasın, amma onun hətta pis nəticə gətirib çıxarmasa belə, onun verəcəyi məlumat hər zaman sual altındadır. Yəni maşının intellektinin olmamasını bir növ belə deyək də, anlamaq üçün məncə onun necə işləməsinə ehtiyacı yoxdur. Ümumiyyətcə insan intellektinin belə deyək də, necə işlədiyinə, necə insan beyninin işlədiyinə heç kim tam olaraq sahib deyil. Yəni bu bilgiyə heç kim sahib deyil. Sizə hansısa bir milyardlıq şirkət inandıra bilər. Yəni bu süni intellektin hamının işini əlindən alacağı bir belə deyək də xəbərlərini inandıra bilər. Amma elə bir şey ümumiyyətcə mümkünatı olan bir şey deyil. Bəzi müəyyən işlər ola bilər ki, razı ola bilərəm. Yəni junior mühəndis deyək ki, təkrarlana bilən işlər gördüyünə görə senior mühəndis artıq onu süni intellektə verib bir növ zamanda qabağa düşə bilər. Artıq junior mühəndisə ehtiyac qalmaz. Amma sual yaranır artıq, gəlin belə deyək, süni intellekt artıq bu junior mühəndisi ortadan götürdü və sabahlara bu senior mühəndis bir növ yaşlanandan sonra kim onun yerinə gələcək? Yəni hər halda heç kim birdən-birə senior səviyyəsində ola bilməz. Yəni hər halda istənilən şirkətə başa düşür ki, müəyyən bir yerdən kimisə götürüb aşağı səviyyədə onu bir növ daha təcrübəli insan eləyə bilməlidir. Yəni bazar inanmıram ki, bu cür işləyə bilər. Yəni kimsə gəlib deyəcək ki, artıq hamı seniordur birdən-birə, juniora ehtiyac yoxdur və ehtiyacı olmayacaq. Hamı birdən-birə senior olacaq, mən buna inanmıram.
Hələlik bu qədər. Yəni ümid edirəm ki, fikrimi çatdıra bildim. Bu çox mövzu o qədər qarışıq bir yerə yuvarlanır ki və o qədər yalan xəbərlərlə də internet dolub ki, insanlar da biraz çaşbaş qalıb. Bəziləri fikirləşir ki, ümumiyyətcə süni intellekt hər şeyi məhv edəcək, imkanlar ümumiyyətcə gələcəkdə olmayacaq. Çünki fikirləşirlər ki, Microsoft, Apple, nə bilim, böyük şirkətlər müəyyən qədər layoff-a gedir, işçi çıxardırlar, demək ki, süni intellekt yəni buna gətirib çıxardır. Amma biraz araşdırsanız məlum olacaq ki, bunun arxasında əsasən iqtisadi faktorlar durur. Hansı ki, Microsoft kimi şirkətlər də bunu bir növ bu xəbəri sanki süni intellekt çox inkişaf elədiyi səviyyəyə çatıb və o işçilərə ehtiyacı yoxdur kimi xəbərə qələmə verə bilər. Amma ki, əlbəttə ki, mövzu belə ola bilməz. Əlbəttə ki, yaşayıb görəcəyik, yəni yaxın illərdə necə olacaq, amma ki, bir şey çox yaxşı bilirəm ki, süni intellekt sayəsində işləyən satış insanları ən professional satış insanlarıdır. Yəni onlar sizi əsasən böyük, kiçik, orta, nə bilim, şirkət sahiblərini inandıra bilər ki, sizin artıq işçiyə ehtiyacınız yoxdur. Yəni işin biraz məncə trajikomedik tərəfi də budur.